Hər kəs salam uşaqlar. Deməli uşaqlar bu günə biz uşaqlar. Deməli bu günə biz gördüyünüz kimi çikdi bu BMW. Çünki bu ilə biz dağa çıxmışdıq. Yəni kasıb uşağımda gördüyünüz kimi 55 manatım var. Coin'imdə azdır, yoxdur vəbşi. Deməli bu gün biz nə edəcəyik? Bizim bir dənə OLED'imiz var, avtoşluq üçün. Yamaqlar zad var qırağında. Bir dənə Prioramız var, Dagestan stilində. Ərəb yazısına qırağında. Gördüğünüz gibi bir tane BMW'miz var. BMW mərəsində dəyişmişdim. Bir tane Mercedes'e indi size göstereceğim olsun Mercedes'i. Bir tane Mercedes'e dəyişmişdim onu. Baxın. Bu Mercedes'ten indi. Bu. Buna dəyişmişdim. Amma mən girdim oyuna təzədən. Gördüm ki mənim BMW'm var. Kiminki dəyişmişdim. O da mənim BMW'mdədir. Birinci mən bunun markalarını görmədim. Çünki Hələ bir oyunda görsənmir də. Başqaları görmürüm markalar məncə. Çünki mən görmürdüm. Ya da çirk idi maşın bilməm. Girdim götürdüm. Uşaqlara maşını qaytardım mən. BMW-mi. İndi də BMW məndədir. Deməli indi uşaqlar bu günə biz nə edirik? Bu günə mən oyundan indi hədiyyə istəyəcəm. Hədiyyəni alacağıq indi oyundan. Ondan sonra o hədiyyə ilə biz görək oyunda hansı ciplər daha yaxşı daha qalxır. Böyle hediyelerin arasında hansı ciplər ən yaxşı daha qalxır. Məncə bunu ilə qalxaq. Ancaq bunu ilə. Bu gün biz bunu qəşəng bir dənə şey eləyəcəyik. Pauza eləyim çünki reklamı hələ bir reklam eləməyək. Ona görə. Uşaqlar, nəysə yandırdım. Reklam çünki çox gecə olur. Sizin üçün gec olmasın. Uşaqlar gördüyünüz kimi reklam Temodandı yəni. Mən Almanyada qalıram deyə Alman dilindədir amma yoxdur. Temo bizə vacibdir də yəni. TikTok. Hoppa bizimki. TikTok neyse. Bizimki en Azerbaycan'da şey olan meşhur olan TikTok. Neyse. 3 sekund qalıb 2, 1, 3 video başladıq və cipimiz hazır qəşəng. Bu cipimizə baxın. Deməli bu cipimizi nə edirik biz? Bu cipi biz qara rəngdə edirik uşaqlar, qara. Nə edirik? Disklarımızı elə belə saxlayaq. Diskları mən biləcəm. Bilirəm indi nə edəcəm uşaqlar. Disklar. Baxın, indi uşaqlar. Maşına mən bir dənə 2 dənə dağlı qabağa bir dənə nömrə qoydum buna. Azərbaycan nömrəsi çox qəşəngdir. Çox səviyyə bir nömrə. Çox səviyyə bir nömrədir uşaqlar. Yəni burada indi biz ştamp disk götürürük, ştamp. Ya ştamp ya da gəlin bundan. Bundan götüreyim dənə. Hamısını yüksək səviyyədə eləyək. Məncə belə ağ yaxşıdır. Çox yaxşıdır məncə belə bu rəng. Məncə amma disk neysə yaraşmır amma. Ona görə götürək diski belə qara eləyək. Belə. Bunları uşaqlar maşını da eləyək. Bu rəngdə qəşəngdir uşaqlar. Çox qəşəngdir bu rəngdə. Həddindən artıq. Yəni bir rənglərə gör uşaqlar. O rəngi də yoxlayaq. İnşallah bir rəngi də var. Onu da yoxlayaq. Uşaqlar bu çox qəşəng rəngdir. Çox həddindən artıq qəşəng rəngdir. Bu rənglə uşaqlar inşallah bir dənə dağa çıxaq. İndi sizin 1 sekund olacaq ona görə. Uşaqlar məni çatdıq. Maşınımızı götürdük. Uşaqlar. Çox qəşəng bir səviyyədədir. Maşınımız. Həddindən artıq qəşəng səviyyədədir. Çox qəşəngdir. Çox həddindən artıq xoşuma gəldi maşın. Çox bək geldi özdə. Mən uşaqlar biz maşından dağa çıxacağıq. Axırda uşaqlar ən maraqlısı olacaq. Axırda BMW var ha. Həmin o BMW-nə biz dağa çıxacağıq uşaqlar. Deməli, hoppa. Qəşəng buran qalxdı. Deməli uşaqlar bizim bir dənə vıbrımız var. Bax, görürsünüz o dağın başı var ha. Birinci buradan prov edəcək. Bura niyə belədir? Karport niyə mən nə deyim də? Karport niyə mən liçini bildiniz.
Sonra dütdə minə belə qoyarsınız. Hop yavaş yavaş. Eşek. Hoppa. Hoppa eşek. Aa ne oldu? Aa olmadı. Olmadı çünkü. Bir değil. Arabadan çıxdıq, yoldan çıxdıq da elə bil. Yerin altına girdik ona görə. Bir dənə də proba eləyək. Burada bir dənə yer var. Salam mən gələn videoda bir dənə qar yağan yer var uşaqlar. Biz inşallah ora getməyə bir fikrim var uşaqlar. Bəlkə ora getdik. Uşaqlar bax burada pul var. Qəşəng 30.000. 30.000 qazandıq uşaqlar, 30.000 cibimizdə qəşəng. 30.000 ilə qəşəng bir. Uşaqlar biz də bizə belə qayıtdıq ki. Neyse uşaqlar qaydaq biz dala. Oradan qaydaq uşaqlar dağa. Uşaqlar məncə buradan düşərik bu oyun. Oyun aşarıq buradan bu. Uşaqlar bu raborlar görsən sınır yoxsa. Qəşəng uşaqlar uçduq. Uşaqlar. Maşın darmadağın oldu. Olmadı ki. Buradan yürü olundu diye qaqal maşını. Şöyle qaqalın maşını buradan yürü olundu. Xovraznikı da yandırıq dağda. Zəngili görə baxışın uşaqlar. Deməli. Hoppa. Peki biz hemen yeri qaydırıq. Hemen yeri qaydırıq. Burada. Ben bunu yoxlamaq istəyirəm. Dağlar ki bunlar. Yavaş. Da girdik uşaqlar. Uşaqlar görək buradan çıxa biləcəyik. Uşaqlar. Bunun nə funksiyası var? 4 təkər işləyir. Doğrudan qəşəng işlədi. 4 təkər. Qəşəng işlədi. Qəşəng. Hoppa. Var kimi. Kod vereyim biraz. Oy. Uşaqlar. Bomba kimidir. Həddindən artıq. Mesela sıqqan, elə bir sürüşməyi. Sıqqanın yanındakı böyle 5 bətər sürüşü var bir dənə. Görürsünüz bu sürüşünə görə hər də yaxşı qalxmaq olmur daha. Motorlu 5.000 motor qoymaq lazımdır. 5.000 yəni qiymətini deyirəm. 5.000 bir dənə motoru var, ondan qoymaq lazımdır. 3-5 qoymaq lazımdır. Motor ya da 3-3. Motor. İyi vuxlatma sisteması böyük olsun. Neyse uşaqlar. Başqa da problem. Məncə burada otluq çoxdur deyə sürüşür. Ona görə. Car parking çünki biraz realistik eləyiblər. Realistik eləyiblər. Ona görə ola bilər. Ona görə bir də hüngülvari daha qalxaq. Hüngülvari. Mesela uşaqlar deyirlər burada koyun. Bir də gör. Məğlə pul gördüm biz. Neyse orada qalxıb baxarıq. Bir dənə ona qalxaq. Orada mən deyəsən neyse gördüm. Deyəsə Allah yalnız çıxarmasın mən inşallah. Ama orada mən neyse gördüm. Yavaş. Kanka bu sürüşür maşın ama. Maşın sürüşürler ama. Oy. Ne uşaqlar gözləyin. Uşaqlar artıq axşam oldu. Bunun üçün dağa çıxa bilmədik gördüyünüz kimi bu günkü videoda. Amma inşallah gələn videoda bəlkə mən bunun motorunu yüzətdim və bu ilə çıxdıq biz dağa. Ona görə indi biz gedirik uşaqlar şey götürməyə. Bizim
BMW-mizi. Axırıncı bununla sağollaşmaqdan əvvəl mən sizə bu maşın salonunu göstəreyim. Gördüyünüz kimi. Həqiqətən çoxsuz görmüsünüz bu salonu. Bu salonu mənə çox xoşuma gəlir uşaqlar. Hələ bil, oturumda hələ bil uşaqlar avtobusda. Mən maşın əslində əsl dünyada hələ yaxşı şey görməmişəm. Onun bu balcasını görmüşəm, bu cipin. Amma yaxşı maşındır, çox yaxşı maşındır. Baxmayaraq ki, oyundur bu, amma yaxşı maşındır. Burada da özünü çox yaxşı göstərir. Prosta uşaqlar, nə deyək? Uşaqlar, prosta elə bil BMW kimi də sürüşür biraz. Amma BMW sürüşü bundan azdır. Bəlkə də təkərləri köhnəlidir, uşaqlar ona görə ola bilər. Köhnəlidir deyən. Uşaqlar bir dənə şey prob eləyək. Biləm, indi əsəbləşəcəksiniz çünki biz deyirəm sizi, amma mən bir şey yoxlamaq istəyirəm. Bunun təkərlərini düzəltdik, düzdür. Yavaş drift eləyirik. Bismillah, 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 bismillah. Davay. Bismillah, bismillah. Getdik. Daha qalxaq. Burada bir dənə bunu qalxsa. Ay, qalxaq qəşəng. Direş. Direş mi? Aşağı. Ha, nerede? Yok. Uşaqlar getdik. Kar parking oynayalım, kar parking. Uşaq dostum idi, gelip ne oynayırsan? Bu geçen. Bu hindi uşaqla bir şəhərə çıxaq. İnşallah. Çünki mən BMW-ni götürmək istəyirəm. Ona görə uşaqla bu bir dənə buna görə var. O GTA 5 fason bir oyun oynayır ha. Oradakı yol oxşayır, o da belə. Orası onda qarlı yer idi. Orada belə hortdan azan girirdi, ciplərlə azan. Yəni ona oxşayır məncə oyun. Ay biz aşağı düşürük. Uşaqla bəlkə bir dənə budağa qalxaq inşallah. Bir dənə budağa qalxaq. Neyse. Uşaq qalxa bilmir. Neyse uşaqlar. Biz qaydaq oyuna. Qaydaq BMW-ni götürək. Sağ olun. Siz için bu 1 sekund olacaq. Uşaqlar gördüğünüz kimi burada bir dənə vinil vurdum. O cip vinili. Ne biraz balaca eləyək. Balaca boy. Hələ hündür boy olmasın. Bak böyle geçen oldu. Bence bir tane noktada bırak. Onu kararlı. Sonra karanlıkta ben indi uşaqlar. Aslında istəmirəm indi BMW-ni götürüm çünki mən istəyirəm bir dənə başqa maşını götürək. Neyse bunlara axırda maraqlı şey edəcəm uşaqlar. Mənə BMW bugün ikinci şeydə əlidir. Qonkanadır. Yarışacaq. Dağa çıxmaqda ən maraqlısı qonkada. Qonkada nasıl bizim cipimiz iştirak eləyəcək. Deməli onu axırda eləyəcəm videonun axırında. Yəni belə. Ona görə indi nə edirik? Deməli BMW hazır. BMW'miz hazır. BMW'miz gördüğünüz gibi hazırdı. Hoppa. BMW. Yani BMW ile biz daha kalkacağız. BMW ne previdenları. Şöyle Arkadaşlar uşaqlar BMW sürüşür. Məncə şeye görə deyək, məncə bəlkə eləməyək uşaqlar, bu ilə dağa çıxmayaq. Məncə də. Hə uşaqlar, məncə də dağımı ilə çıxmayaq. Benim nə sistem çünki zəif də elə bil. Zəif yəni bu drift üçün düzəlib də. Mən drift üçün düzəlmişəm deyə ola bilsin indi daha qalxmasın, amma nə elə prob eləyək. Və benzə humen oynayanda daha qalxmışdım aşağı.
Çünkü tekerler de gelip hem de ona göre. Burada güzel değil yani. İstəyirəm siz için də maraqlı olsun video mənim üçün də. Mən bu ürəyimi üzdüydü bunda qalxmaq uşaq. Çünki zəifdir bu məncə daha qalxmaq üçün. Yəni təkərləri də zəifdir. Amma ya, yəni ağacı dəyməsəydik məncə qalxacaq biz. Məncə burada bir dənə axıncı Razqonu yığıram. Razqon. Uşaqlar abartı da pisdir. Görürsünüz? Görürsünüz? Neyse uşaqlar gördüyünüz kimi alınmır. Ona görə hayda oyna. İyi götüreyim bir dənə başqa maşınlar Rigonq. Deməli uşaqlar biz qayıtdıq oyuna. Hindi isə nə edirik? Deməli hindi biz bütün maşınları götürəcək. Deməli ən birinci götürürük. Ən birinci özünündür. Gözümü bağlayayım Allah haqqı. Gözümü bağlayayım. 1, 2, 3, stop. Oo, yaxşıdır. Mən özüm mənəm Allah haqqı. Uşaqla gözümü bağlamışım burama. Deməli indi nə edirik? İndi biz gaz veririk, ölürük zafədə. İndi biz uşaqlar gazı basdırıq, görürük. Nasıl maşın necə bək gedir. Dəyənə qədər, divara dəyənə qədər. Yəni hardan başlayırıq? Buradan elə başlayaq. Getdik. Gedirik. Yəni şu benzin yoxdur. Neyse benzin tutanına qədər sürürük bunu. Bence benzin yoxdur. Niyə yavaş gedirik? Nəyim yoxdur. Maşınlar var yollama uşaqlar. Bence yox. Hoppa. Deyəmə aboneliyik. Bence burada bir dənə zapravkaya girək. Düzdür sürət yığmışdıq uşaqlar. Ama burası zapravka eləmək lazımdır. Bağışlayın. Kırmızı BMW. Bu oyunda çok redkid o kırmızı BMW. Yani sürmürlər ona ama burada var. Zapravka eləyirik. Bu farlar yanıraq uşaqlar yanına çıxıb. Qaylar yox saxlayır bizi. Hoppa. Böyle qapılarla açılır gördüyünüz kimi. Sonuna düşəydi. Onu parçadandı. Neyse uşaqlar bəs orada benzin. Qırıq apardı benzin qapı. Benzinə bakı qırıq apardı. Ona getdik Range Rover bir dənə keçək. Range Rover keçək. Ben qıraqdan baxıb necə bək gedir bu. Böyle bək gelir müzafə deyiləm. Böyle pok kimi gelir. Ama əlbə yoxdur. Getdik mənim. Avren yandırırıq. İki neyse olsa. İçində qazi var maşının. Buradan da bütün qazilərimizə Allah'tan sağlığı versin. Deməli duvarda dəyənə qədər demişdim düzdür. Ama çox gec yığır uşaqlar. Sürət amma BMW tez yığır. Ən bək gedən maşının məndə demək olar ki BMW-dir. Yavaş. Bence ama ən zəifini oynatdı. Uşaqlar. Uşaqlar. Buradan bəsdir. Yadınızda qaldı. Məncə nə qədər sürət yığdı. Siz bağışlayın da fikrim yayıldı burası bir yerə. Amma ev yoxdur. Belə sayaq ki bu 200'e qalxdı. Çünki bu 200'e məncə qalxardı. Məncə yox hələ də olar. Çünki mən bu axırıncı videosunda 200'e qalxmışdı. Yəni bir yer maraqlı gəldi uşaqlar. Bu yer. Bir dənə bura gedək uşaqlar. Çox maraqlı. Əslində çox qorxulu bir yerdir bura. Məncə bura o maşın atılan yerdir.
Uşaqlar qorxulu yerdə. Neyse uşaqlar. Neyse biz gedək mənvəni götürək. Eytos başqa. Uşaqlar deməli başqa maşın da bizdən şeydir. Deməli başqa maşın. Gəlin Prioranı, Manyettini bugünlük rədd eləyək biz. Yəni bana lazımdır da. Bugünlük bunları götürək. Bax bunu götürək. Yox bunu axırda ona maraqlıdır. Ona görə axırda. Yəni bunu götürək. İndi. Nəysə uşaqlar Manyettini yaxşı götürərəm. Prioranı görürəm sizə maraqlıdır ona görə. Ona görə indi yoxdur indi bunu götürək. Deməli. Bismillah. Yine de neyse buradan başlayalım. Gitti. Ne kadar? Oo, bu tez yığdı uşaqlar sürəti. Həddən artıq tez yığdı sürəti. Sürəti yığ. Hoppa. Şey. Həddən artıq olmadı. Oo, 200 yığacaq. 100% 200 yığacaq uşaqlar. Məncə 200 yığacaq uşaqlar. 100% məncə bu yığacaq 200. 100%. Çox yığdı uşaqlar 200. Divarına dəyənə qədər. Harasa girənə qədər. Ayda bunu keçirlərdi 200'e. Məncə 300'e qalxacaq bu. Məncə 300'e qalxacaq. Temizliğinin 300'e qalxacaq. Onları yandır. Ay. Şu uşaqlar. Bunu da yığdıq. 200'dən yuxarı. Şey. Say bilməm uşaqlar çünki fikrim speedometrdə olmur. Siz yəqin gördünüz də 200 neçə idi gördünüz. Deməli uşaqlar başqa maşın yəni bunları götür çünki bunlar gedir. Bunları ona görə indi test eləyik. Gəlin bunlar uşaqlar. Gəlin bunları burada test eləyirsən çünki səbirləşirəm ona görə. Çünki bana çox yavaş gedir burada maşınlar. Zaten ona görə. Burada model handı nədir burada? Yəni probaliyək ona görə görək necə gedir burada uşaqlar. Çünki burada düz yolda pavarot zadı yoxdur elə bir. Mən uşaqlar siz nəyim? Nəyik dost? Nə belə uşaqlar nəyik? Nə belə? Nədir? Nədir? Nədir belə? Neydi? Attı bizi bura. Neyse. Uşaqlar kişi kimi deyim mən əslində motorun biraz güclənmişdim ama ya da yoksa bu ay bu idi bu motoru güclənmişdim ama yoxdur gedək. Deməli Avtoş 07 görək nə qədər sürət yazır. 1 2 3 getdik. Şey. Bunu yandıraq. Maksimum sürət. Şey sürət yığır.
Rozəhmərəmsə fikir verməyin. SMS-lərə. Mən bilə-bilə eləmirəm. Bilsəydim, yəni bugün video çəkirəm. Qabaqcadan deyərdim. Dost deyərdim, yox. Yəni səssizə qoyardım. Bir funksiyanı qoşardım ki, narahat eləməsinlər. Oy, neyse. Girdik. Divaram. Gördüğünüz uşaqlar burada nə qədər yığdı. Yenə də baxmanın sürətə. Speedometram. Şimdi uşaqlar prioram. Bir şey uşaqlar söylemiştim. Buna baxacağım. Motorun yumuşamak için. Hə, yığılıb. Motoru yox amma bunlar. Bu xlopla sistemi zat. Deməli, bu da. Bunu götürəcəkdik. Deməli. Şaşki. Şaşki ilə. Bu. İnşallah. Ettik. Nasıl buraya gidiyor? Yani uşaqlar indi. Artıq video az qalıb uşaqlar. Axırda boyunlu olacaq. Nuca qutardı videolar at olmayın. Mən məcburam siz üçün eləyirəm mən hamısını bunu. Ona görə kanalıma abunə olun zəhmət olmasa. Ona görə getdik. Hazırsınız getdik. Ay işte. Beş. Ona görə. Bunu boşluk. Alkışlar verirler bana gördüğünüz gibi. Artıq lazım olan sürətə satırıq. Amma biz Azərbaycanlıyıq, bizə dayanmaq yoxdur. Deməli. Ay da, azaldı. Sürət. Neyse göre bunlarla yukarı pas eləyəcəm səni. Ya da yok şu. Olmayacak уже getdik qaydaq. Şöyle bir tane mini Cooper'i. Mini Cooper'dan sonra уже все. Ben sizinle sağlaşıram. O toz BMW'den sonra все. Ben sizinle sağlaşıram. Deməli. Mini Cooper burada sadece çünkü mən rahatdır Mini Cooper. Çünkü Mini Cooper'i bək gedir. Ona görə mən biraz rahatdır. Deməli. Getdik. Yani buradan başlayacak. 1 2 Getdik. İnşallah yığılıq sürəti. Şimdi bu Ford'dan bək gələcək inşallah. Aynen. Neyse girdik. Yani bunu da sürətini görürüz. Ən axırıncı uşaqlar. Ən axırıncı, ən maraqlı. Bizim BMW'miz. Qəşəng. Opa, buradan bir de mahnı gelseydi qəşəng olardı. O bir de mahnı var.
Черный бумер, черный бумер, черный boomer, черный бум. Amanı. Hoppa. Kafkas değil. Yaşayın. Ben bunu süreyim inşallah. Göreyim. Neter gelir. Benim hala süreyim. Burada süreyim. Anam. Hani burada süreyim. Burada süreyim. Şey çok pis cavab verdim gördüğünüz gibi. Çok pis cavab verdim ama bir yoktu. Ona göre en ahırıncı maşımızdı bu. Bundan sonra sizinle sağ olasın. Ona göre videomuzun ahır bir şey olsun diye. Biz bununla bir tane tekerleri kızdıraq. Ben drift edeyim. Aşağı. Tekerleri ay tekerleri yılmıyor. Tekerleri yılmıyor. Ona göre tekerleri yılmıyor. Kaydak. Burada maşın düzeldi. Tekerlerini gitti. Gitti. Mahmut kapına hareketli. Vay bu yemeğimiz gösterir. Yani yıkırık sureti. Suriye 130. 5000. Plus 5000 geçen. Vladivostok. Bence burada sureti. Yemeğimiz rekordu vuracak. Ama burada girmedi var. Burada hiç yere girme. Yol çıksak yaşayanlar burada. 390 görsetti. 390. Ben de bilmiyorum bu sayılır yoksa yok. Ne sayılır bilmiyorum. Neyse 31 min yaşayın. Ne sayılır bilmiyorum ama yani böyle sayaq ki 300 oldu. 390 bilmem neydi o görsetti spirometrede az boy verdi diyese ama yani sayaq ki 300 çünkü mən öz başımı tanıyıram və mən bilirəm bu nə qədər sürət yığa bilər. Ona görə beləliklə sizinlə mən sağlaşıram. Beğenmemiz gördüğünüz kimi sağ olasın beğenin. Beğenmeyle de sağ olasın və axırıncı momentdə sizə salonu mən göstərdim. Beğenmeyi sonunda baxın. Və axırıncı momentdə en hoşladığınız sizin en hoşladığınız bir şey. Ona tünelde drift. Gitti. Hoppa. Çok sağ olun. Hamınızı sağ olun. Sağ olun. Sizi ben çok seviyorum ve sağ olun. Kanala abone olun. Sağ olun.